Salam dəyərli abituriyentlər, hər vaxtınız xeyirli olsun. Mən Elnur müəllim. Bu gün sizlərə sınav 9 izahını təqdim edirəm. Sonra qədər izləməyi unutmursunuz. Həmçinin kanalımıza, YouTube kanalımıza abunə olmağı, bəyənib paylaşıb rəy yazmağı bizdən əsirgəməyin. Keçək. Sınav 9 mövzu sınavlarındandır hələ ki. Baxaq. 4 nümunə haqqında hansı fikir doğrudur? Təbii ki, bizə doğru fikir lazımdır. Bilirsənmi, atıb getmək ilə məni gülüm, qapıları bağlayıb açmış qucağın zülüm. Təbii ki, bu tabeli mürəkkəb cümlədir. Bilirsənmi? Biz burada bunu təbii ki 2 ilə də əvəz edə bilərik ki, bilirsən ki, yəni nəyi bilirəm və s. Doğru. Baxa görə. Demək bilirsən ki, təbii ki bu birinci tərəf baş cümlədir, ikinci tərəf budal cümlədir. Çünki biz bunu 2 ilə də əvəz edə bilərik və budal cümlə demək baş cümləyə tabedir. Yəni birinci baş cümlə gəlib, ikinci budal cümlə gəlir. Baş cümlə və budal cümlə sonra işləmiş. Təbii ki, bir doğrudur. Biz birin doğru olduğunu bildiyimiz halda biz mütləq demək 4-ü yanlış götürürük. Çünki cümlə budal cümlə əvvəl gəlməyib. Budal cümlədə baş üzvlərin hər ikisi işlənmişdi. Baxa, qapıları bağlayıb açmış qucağın zülüm. Nə edib? Zülüm nə edib? Qucağını açıb, nə edib? Bağlayıb. Nə zülüm? Zülüm bağlayıb, zülüm açıb. Təbii ki, burada mübtəda xəbər baş üzvlərin hər ikisi var. 2 də doğrudur. Budal cümlə baş cümlə m ədatı ilə bağlanmışdır. Yadda saxlayın yoldaşlar, m ədatı baş cümlədə olanda heç bir halda bağlayıcı vasitə olmur. 3 də yanlışdır. Budal cümlə baş cümlə intonasiya ilə bağlanmışdır. Təbii ki, intonasiya ilə bağlanmışdır. Çünki digər biz bağlayıcı vasitəni görmürük yoldaşlar. Cavab olacaq demək 1, 2 və 5, yəni A variantı. Digər isə yanlışlıqları biz sizə göstəririk. Gələk yoldaşlar ikinci sonra. Deyir ki, bəli övladım və yaxud da axı mümkün deyil, uyğun fikirləri tapmalıyıq. Bəli, bu təbii ki, burada demək təsdiq və inkar ədatıdır. Övladım isə xitabdır. Axı mümkün deyil. Mümkün deyil ifadəsi xəbərdir, axı isə ədatdır. Doğru və yanlış fikirlərə baxaq. Cümlə özlərinin bir adlı haldadır. Ümumiyyətlə birinci bu misrada, yəni bu belə deyək də, cümlədə cümlə üzvü yoxdur. Çünki biz baxırıq ki, bəli, övladım, övladım xitabdır, bəli də təsdiq və inkar bildirən ədatdır. Yəni burada cümlə özündən söhbət gedə bilməz. Sonra 2-yə baxaq. Suala cavab verən cümlə üzvü yoxdur. Təbii ki, suala cavab verən cümlə üzvü yoxdur burada. Mümkün deyil o predikativ sözdür. Var, yox, bəs, mümkün, gərək. Bu ifadələr suala cavab vermədən xəbər olurlar. Suala cavab verən cümlə üzvü yoxdur. Təbii ki, verən cümlə üzvü yoxdur. 2 doğrudur. Yanlışlıqlara baxaq. Qrammatik əsası yoxdur. Qrammatik əsası təbii ki, söhbət baş və budal cümlə qrammatik əsas deyəndə söhbət demək baş üzvlərdən söhbət gedir. Qrammatik əsası yoxdur təbii ki, doğru fikirdir. Sınaq təhlil xəbər mübtəda sxeminə uyğundur. Burada ümumiyyətlə heç bir cümlə üzvü olmadığı üçün biz həmin sxemə uyğun deyə də bilmərik. 4 yanlışdır. Şəxsi kəmiyyət görə uzlaşma gözlənilib. Burada şəxsi kəmiyyət görə uzlaşma ola bilməz. Çünki şəxsi kəmiyyət görə uzlaşma mübtəda xəbər arasında olur. Burada isə mübtəda yoxdur. Bu da yanlışdır. Demək doğrunun altında doğru 2, yanlışın altında yanlış isə 4 və 5-i götürəcək. Yəni 2, 4, 5 o da demək A variantı. Gələk 3-cü soru yoldaşlar. Dünyada qəribə təzadlar olur. Şeir, sənət, nəcib hisslərin, nəcib fikirlərin tərcümanı olduğu halda bəzən qəddar hökmdarlar da onu sevirlər. Nümunəsinə bağlı doğru fikir göstərin. Baxaq. Deyir, söz birləşməsi daxilində həmcins cümlə üzvləri işlənmişdir. Baxın yoldaşlar, bu ifadə unutmayın ki, söz birləşməsi daxilində heç bir halda həmcins cümlə üzvü ola bilməz. Həmcins söz ola bilər, həmcins sözlər ola bilər. Amma heç bir halda həmcins cümlə üzvü ola bilməz. Çünki söz birləşməsi bir suala cavab verir, bir cümlə üzvü olur. Sən onun tərkibində heç bir halda həmcins üzv götürə bilməzsən. O halda demək A variantı yanlış təbii ki. Nitq hissəsi ilə ifadə olunmuş mübtədalar mürəkkəb cümlənin tərkib hissəsinin əvvəlində işlənmiş. Təbii ki, burada dünyada qəribə təzadlar olur. Bu bir cümlə. Şeir, sənət, nəcib hisslərin, nəcib fikirlərin tərcüman olduğu halda bəzən qəddar hökmdarlar da onu sevirlər. Baxın yoldaşlar, necə də sevirlər? Kim sevir hökmdarlar? Hökmdar sözü burada mübtədadır, mürəkkəb cümlə əvvəlində işlənməyib və yaxud da mürəkkəb cümlə əvvəlində burada dünyada yer zərfliyi gəlib. Yəni heç bir halda mübtədalar mürəkkəb cümlə əvvəlində gəlməyib. B variantında yanlışdır. Cümlədə 2 qrammatik əsas var. Baxın, 2 qrammatik əsas deyilsə, təbii ki, söhbət mürəkkəb cümlədən gedir. Təbii ki, bu mürəkkəb cümlədir. Çünki baş verən hadisələr ayrı-ayrı şəxslər tərəfindən həyata keçirilir. C variantı doğrudur. Digərlərinə baxaq. Tamamlıqlar ifadə vasitəsi fərqlidir. Biz öncə tamamlıqları tapaq görək doğrudan bulan ifadə vasitəsi fərqlidirmi? Təbii ki, baxın yoldaşlar, dünyada qəribə təzadlar olur. Şeir, sənət, nəcib hisslərin, nəcib fikirlərin tərcümanı olduğu halda bəzən qəddar hökmdarlar da onu sevirlər. Təbii ki, burada bir tamamlıq var. O da onu demək şəxs əvəzindən ifadə olunub. Müxtəlif ifadə vasitələr fərqlidir. Bir tamamlıq var. Fərqlidən burada söhbət gedə bilməz. Uzlaşma 2 məqamda pozulub. Uzlaşmaya baxaq yoldaşlar.
Hökümdarlar sevirlər, burada uzlaşma pozulmayıb. Dünyada qəribə təzadlar olur. Şeir, sənət, nəzif hisslərin, nəzif fikrin tərcümanı olduğu halda bəzən qədir hökümdarlar da onu sevirlər. Təbii ki, burada hökümdarlar sevirlər, burada heç bir uzlaşmanın pozulmasından söhbət gedə bilməz. Təzadlar olur, burada demək olurlar. Burada demək təzadlar baş verir mənasındadır. Təbii ki, burada pozulub olurlar olmalı. Çünki olmaq burada baş vermək mənası olduğu üçün bəli bir məqamda pozulub, amma burada iki məqamını qeyd etdiyi kimi biz bunu götürə bilmərik. Ona görə cavab olacaq yoldaşlar C variantı. Gələk növbəti suala. Hansı sual cümləsinin intonasiyası durğu işarəsi müəyyən olur? Baxın yoldaşlar. İntonasiya əgər durğu işarəsi müəyyən olsa, təbii ki, orada demək sən sual əvəzli və sual ədatına ehtiyac duymayacaqsan. Yəni sual cümləsində sual ədatı və sual əvəzliyi varsa ona uyğun qoyursan. Əgər yəni sual cümləsi intonasiya ilə müəyyənləşirsə, təbii ki, orada nə sual əvəzi, nə də sual ədatı ola bilməz. Baxaq, Banu bəy milli düzün səyahətinə hələ qayıtmayıb. Baxın, təbii ki, biz burada bunu intonasiya ilə müəyyən edirik. Çünki mən burada sual işarəsini silsəm, sən qayıtma. Bunu nəqli cümlə kimi də düşünə bilərsən. Amma bəs indi, bax, burada bəs var. Sonra nə vaxtacan burada var. Sonra razısınızmı ədatı var. Məgər var. Digərlərində sual əvəzi sual ədatı təyin etdiyi halda suala. Amma A variantında təbii ki, burada intonasiya təyin edir. Çünki mən sonunda sual işarəsini silsəm, intonasiyanı artıq götürsəm, o nəqli cümlədə çevrilə bilər. Digərdə isə sən heç bir halda nəqli cümlədə çevirə bilməzsən. Çünki orada sual əvəzli və yaxud da sual ədatı var. Ona görə cavab olacaq yoldaşlar A variantı. Gələk 5-ci suala. Hansı cümlədə iş hamıya aid? Təbii ki, burada söhbət ümumi şəxsli cümlədən gedir. Ya da saxlayaq ki, ümumi şəxsli cümlədə mübtəda olmur və fikir bir nəfərdən məhdudlaşmır. Yəni orada çəkilən fikir hər kəsə aid ola bilər. Baxın yoldaşlar. Azın qədrini bilməyən çoxun da qədrini bilməz. Baxın yoldaşlar. Çoxun qədrini bilməz. Kim çoxun qədrini bilməyən azın qədrini bilməyən. Təbii ki, bunun mübtədası var. Bu müəyyən şəxs cümlədir. Savaşanda barışmağa üz saxla. Baxın yoldaşlar, bu fikir təkcə mənə aid deyil. Hər kəsə aid. Yəni sən də savaşanda üz saxla, mən də. Bu fikir hər kəsə aid təbii ki. Zamanı dəyişdikcə adamlar da dəyişirlər. Dəyişirlər, kim dəyişir? Adamlar, mübtədası var. İki güləşçinin biri basılar. Nə edər? Basılar. Kim basılar? İki güləşçinin biri. Təbii ki, güləşçinin biri. Baxın, güləşçinin biri basılar. Mübtədası var. Ey öz-özünü bəyənmiş, qoy səni el bəyənsin. Baxın, nə etsin? Bəyənsin, nə bəyənsin? El bəyənsin. El burada mübtəda var, elin bəyənməyi. Mübtədası var. Təbii ki, bunlar da müəyyən şəxs olduğu halda biz B variantına savaşda sağ barışmağa üz saxla. Təkcə sənə aid deyil. Bu hər kəsə aid olan bir fikir. Cavab yoldaşlar 5-də B variantı. Gələk 6-cı suala. Hansı bənddəki sadə cümlə şəxsə görə növbə aşağıdakı fikirləri özündə ehtiva edir? Yəni özünü birləşdirir. Baxaq. Fikrin bitkinli intonasiya yaradır. Baxın yoldaşlar, fikrin bitkinli intonasiya yaradıcı təbii ki, biz burada adlıq cümlədən söhbət gedir təbii ki. Əksərən dram əsərlərinin remarkasında olur. Təbii ki, ədəbiyyatçılar bunu daha dəqiq biləcəklər. Məsələn, Yaz səhəri, Cıdır düzü, Vaqifin evi, Xan sarayı və s. Belə ifadələr biz diqqətli olacaq ki, bunlar adlıq cümlələr aid olan fikirlərdir. Təbii ki, adlıq cümlələr yoldaşlar remarkalarda olur. O qeyd etdiyim kimi, məsələn, Xan sarayı, Vaqifin evi və s. Onlar xəbər olmur. Ancaq təsdiq cümlələrdən ibarət olur. Təbii ki, adlıq cümlədir. Cümlənin təşkil edən sözlər birləşmənin adlıq halı olur. Təbii ki, yəni adlıq cümlədən söhbət gedir. Adətən nəqli cümlə şəklində formalaşır və s. Baxın yoldaşlar, dumanlı bir dağ ətəyi, sıx meşələr və s. Təbii ki, burada adlıq cümlədə yoldaş söhbət A variantından gedir. Gələk növbəti 7-ci suala baxaq burada. Deyir, hansı cümlədən altına xətt çəkilmiş söz çıxarılsa, yəni altına xətt çəkilmiş söz çıxarsa, sadə cümlə şəxs növü dəyişər. Baxaq. Deyir, doğma yurda qayıdan Azərbaycanlılar hazır evdən təmin olundular. Baxın yoldaşlar. Bura bir baxaq. Təbii ki, yoldaşlar, biz belə ifadələrdə tərkiblərə diqqətli olacaqsınız. Məsələn, bax, deyir ki, doğma yurda qayıdan Azərbaycanlılar hazır evdən təmin olundular. Elədirmi? Baxın yoldaş, nə etdilər? Təmin olundular. Kim? Azərbaycanlı. Yəni bunun doğma sözünü buradan silsən də, silməsən nə dəyişir ki? Yəni bu cümlə mübtədası Azərbaycanlılar sözüdür. Yəni sən burada bunu silsən də, silməsən, təbii ki, burada müəyyən şəxs olaraq qalacaq, dəyişməyəcək. Gənclərin təhsil və idman sahəsindəki uğurları, baxın yoldaşlar, gənclərin təhsil idman uğurları eşidənlər fəxr edirlər. Fəxr edir, kim fəxr edir? Gənclərin idman təhsilatının uğurlarını eşidənlər. Bu ümumiyyətlə fe'li sifət tərkibidir və burada mübtədadır. Yəni sən gənclər sözünü silsən də, silməsən də mübtəda olaraq qalır. Köçkünlər Qarabağın azad edilmiş rayonlarına qaydanda doğma yurdunu heç vaxt görməyənlər belə sevinirdilər. Baxın yoldaş, sevinirdi. Kim sevinirdi? Demək ki, Qarabağ azad edilmiş köçkünlər Qarabağın azad edilmiş rayonlarına qaydanda
Nə zaman? Baxın yoldaşlar, köçkünlər Qarabağın azad edilmiş rayonlarına qayıdan. Təbii ki, burada feili bağlama tərkibidir və zaman zərfliyidir. Yəni burada köçkün sözünü sən silsən də silməsən, təbii ki, burada tərkib olaraq qalır. Yəni tərkibdən bir söz çıxartmalı, tərkib pozulmur və yaxud da orada mübtəda itmir. Ona görə biz heç belə C-ni də deyə bilmərik. Dispetçerlər uçuş meydançasına keçən bütün sərnişini nəzarət edirlər. Nədir nəzarət edirlər? Kim? Dispetçer. Dispetçer sözü burada cümlə mübtədasıdır. Mən bu ifadəni artıq buradan çıxarsam, təbii ki, cümlə olacaq qeyri-müəyyən şəxsi cümlə olacaq. Çünki dispetçer sözü şəxsin özü mübtədadır. Mübtədanı cümlədən çıxarsam, artıq cümlə qeyri-müəyyən şəxsi cümləyə çevriləcək. Cavab yoldaşlar D variantı. E-yə də baxaq. Ordumuz vətən uğrunda mübarizə qalxanda nə zaman xalqı öz arxasında gördü? Nə etdi? Demək, xalqı öz arxasında gördü. Ordumuz nə zaman? Ordumuz vətən uğrunda mübarizə qalxan. Təbii ki, bu feili bağlama tərkibidir. Sən burada ordumuz sözünü silsən də, silməsən də, demək feili bağlama tərkibi demək olaraq qalır. Ona görə biz elini də sildik, yerdə qaldı yoldaşlar D var. Yəni tərkiblərdən sözləri çıxardan heç bir məna dəyişiklik baş verməyəcək. O yoldaşlar 7-də D var. Gələk 8-ə. Müəyyən şəxsi cümlə deyil. Təbii ki, müəyyən şəxsi cümlə mübtədası olur. Baxaq, öz ağlı ilə iş görmə, öz ağlı ilə iş görmə. Baxın yoldaşlar, bu ümumiyyətlə burada olan fikir hər kəsə aiddir. Öz ağlı ilə iş görmə. Yəni ki, özgə ağlı ilə iş görmə. Yəni təkcə bu fikir təkcə məndən məhdudlaşmır. Yəni sənə də deyir ki, ay bala, sən də öz ağlına iş görmür. Digərlə baxaq, yenə qayıdacaq ay bəndə. Dəvəsi ölmüş ərəbəm. Baxın yoldaşlar, mən ərəbəm, mən. Bu şəxs ona görə bilirsən ki, bu müəyyən şəxsdir. Dilənçi torbası ağırlıq eləməz. Torbası mübtədadır. Alma öz ağzına uzağa düşməz. Nə alma mübtədası var. Özgə əlinə baxan az qalar. Az qalar kim? Özgə əlinə baxan. Bu mübtədası var. Yəni A-dan başqa digər bütün cümlə mübtədası olduğu halda A variantının mübtədası yoxdur. Biz ona görə ona müəyyən şəxs cümlə deyə bilmərik. O demək ümumi şəxsli demək cümlə. Cavab olacaq yoldaşlar 8-də A variantı. 9-a baxaq. Nümunədə biri 2 qrammatik əsaslı. Baxın, bizə 2 qrammatik əsas deyir. Yəni burada 3 yox ha, 2. Yəni 2 dənə sadə cümlədən ibarət. Bəzən 2 qram əsas deyəndə mütləq elə bilirlər ki, mütləq orada 2 mübtəda xəbərdən ibarət olan cümlə lazımdır. Xeyr, qrammatik 2 qrammatik əsas deyəndə yoldaşlar bizə 2 sadə cümlə lazımdır. Yəni bizə 2 sadə cümlə olsa, aydın oldu mu? Bax, ona biz diqqətli olmalıyıq. Baxaq. Bu hadisənin belə sakitcə gəlib keçməyəcəyini, evdə hər gün dava-dalaş düşəcəyini aydınca görürdü. Bax yoldaşlar, nəyi bu hadisənin gəlib keçməyəcəyini, ümumiyyətlə bu sadə cümlədir. Yəni burada bir cümlədən ibarətdir. Bu hadisənin belə sakit gəlib getməyəcəyini, evdə hər gün dalaş olacağını görürdü. Bu ümumiyyətlə bir cümlədən ibarətdir. Sadəcə orada həmciz tamamlıqlar var. Allahyar səhər tezdən nökəri yola salandan sonra atı minib kürün sahilində endi. Burada baş və bütün hadisələr Allahyara aiddir. Bir cümlədir. Hirsindən gözləri qan çanağına dönmüşdü. Burada da bir cümlədir. Yəni ikinci cümlə mən görmürəm. Kişini fikir götürdü. Yenə də bir cümlədir. Gərək kömək edəsiniz, uşaqlardan seçib oxumağa aparın. Baxın yoldaşlar, kömək edən sizsiniz. Bu bir cümlədir. Kömək etmək sizə aiddir. Seçib oxumağa aparaq. Bu isə bizə aid. Bunların hər birisinin ayrı mübtədası var. Kömək edən sizsiniz, oxumağa aparan bizi. Bunların ayrı mübtədası olduğu üçün demək bunlar ayrı müstəqil cümlələrdir. Ona görə biz bunlara demək mürəkkəb cümlə deyəcək və bunların 2 qrammatik əsası var. Cavab yoldaş 9-da E variantı. Gəlik 10-cu suala. Bunda sadə cümlə şəxsi növü, şəxsə görə hansı növü aid? Baxın. Topların ağzını evin çardağına tərəf çevirdilər. Kim çevirdi? Onlar bilmirəm, qeyri-müəyyən şəxs cümlə. Yada sal yoldaşlar, qeyri-müəyyən şəxs cümlədə əvvəldə bir onlar demək sözü var. Mən onu cümlədə görmürəm. Görsəm müəyyən olacaq. Görmədiyim üçün təbii ki, mən ona qeyri-müəyyən deyirəm. Topların ağzını evin çardağına tərəf çevirdilər. Kim? Onlar təbii ki, qeyri-müəyyən. Cavab yoldaşlar 10-da A variantı. Gələk 11-ci suala təbii ki, burada. Deyir ki, demək ki, uyğun fikirlər göstərin. Gülbənizə bir neçə dəfə tapşırmışam, bu 4 ayda bəzi sözlər deyəcək o sənə. Demək, Gülbənizə tapşıram mənəm, bu təbii ki, mürəkkəb cümlədir. Gülbənizə mən tapşırmışam, sözlər o deyəcək sənə. Mənim qəti fikrimdir ki, təbii ki, bu da tabir mürəkkəb cümlədir. Sən qırmalısan bu murdarların hamısını. Bu tabir mürəkkəb cümlə təbii. Baxaq. Bizə deyək ki, hər iki cümləyə aiddir və cümlədən yalnız birinə aid. Baxaq yoldaşlar. Söz sırası pozulmuş mürəkkəb cümlədir. Görək, doğrudan hər ikimizdə söz sırası pozulubmu? Gülbənizə bir neçə dəfə tapşırmışam bu 4 ay. Baxın, bu 4 ayda tapşırmış. Xəbər təbii ki, ortaya gəldiyi üçün burada söz sırası pozulub. Mənim qəti fikrimdir ki, sən qırmalısan bu murdar hamısını. Qırmalısan xəbər ortaya gəlib. Tapşırmışam xəbər ortaya gəlib. Təbii ki, bu birinci fikir hər iki cümləyə aiddir təbii ki. Tərkibində tabeslik əlaqəsi işlənmişdir. Mənim qəti fikrimdir ki, təbii ki, burada tabel mürəkkəb cümlə olduğu üçün burada
tabellik əlaqəsi var. Mən hər iki cümləyə deyə bilmərəm ki, yanlışdır. Cümlə üzvlərinin hamısı eyni nitqsel ifadə olunur. Yəni bütün cümlədə yalnız birinə aiddir. Cümlə üzvlərinin hamısı eyni nitqsel ifadə olunur. Məsələn, Gülbənizi bir neçə dəfə tapşırmışam bu 4 ayda bəzi sözlər deyəcək o sənə. Təbii ki, burada mən bu üçü heç bir cümlə aid edəmərəm. Təbii ki, mənim qəti fikrim deyir ki, sən qırmalısan. Qırmalısan feil deyirsən, burada əvəzlikdir. Murdarlar hamısı, məsələn, söz birləşməsi. Yəni, bütün cümlə üzvləri eyni nitq səsi ola bilməz axı. Biri əvəzlikdir, biri sifətdir, biri feildir. Yəni, elə bir cümlə ola bilməz. Bütün cümlə eyni istisna halda ola bilər. Amma bu cümlələr yəni, ona aid deyil. Üçü də mən yaza bilmirəm. Tərkibində sadə cümlələr nəqli cümlələrdir. Baxa görə doğrudan da sadə cümlələr nəqli cümlələrdirmi? Baxın yoldaşlar. Deyir ki, Gülbənizə bir neçə dəfə tapşırmışam bu 4 ayda bəzi sözlər deyəcək o sənə. Mənim qəti fikrimdir ki, sən qırmalısan bu murdarın hamısını. Deyir, tərkibindəki sadə cümlələr nəqli cümlələrdir. Təbii ki, burada tərkibində sadə cümlələr deyirsə əgər, bu 4 ayda bəzi sözlər deyəcək o sənə. Cümlələr yalnız birinə aiddir. Tərkibindəki sadə cümlələr nəqli cümlələrdir. Əslində bu hər ikisini aid ola bilər. Bir təzədən baxın, bir doğrudur, uyğun fikrədir. Mənim qəti fikrimdir ki, deyir tərkibində sadə cümlələr nəqli cümlədir. Mənim qəti fikrimdir ki, sən qırmalısan bu murdarlar hamısını. Gülbənizə bir neçə tapşırmışam bu 4 ayda. Demək olar, biz burada nə görürük? Bax, deyir, tərkibində sadə cümlələr hamısı nəqli cümlələrdir. Demək, Gülbənizə bir neçə dəfə tapşırmışam bu 4 ayda. Bəzi söz deyəcək o sənə. Təbii ki, burada demək ki, söhbət nöqtədən gəlsə, təbii ki, bu nəqli cümlədir. Amma burada nida işarəsi var. Təbii ki, bu nida cümləsidir. Demək, bu təbii ki, 4-də olan fikir yalnız birinci cümləyə aid olur. Birinci ifadəyə aid olduğu üçün təbii ki, biz bu 4-də demək doğru götürəcəyik. Çünki ikinci cümləmiz bizim nida cümləsi, nəqli cümləsi deyil. Onun yoldaşı cavab olacaq demək 1 və 4, yəni A variantı. 12-yə bax yoldaşlar. Deyir, gülmə qonşuna, gələr başına. Nasıl bağlı səhv fikir göstərir. Gülmə qonşuna ki, başına gələr. Təbii ki, bu tabeli mürəkkəb cümlədir. Mürəkkəb cümlədir, tərəflərindəki sözlərin qrammatik mənaları eynidir. Qrammatik məsələn, baxaq gülmə qonşuna, bu ümumiyyətlə gülmə qonşuna gələr başına, qonşuna gülmə başına gələr. Bu necə? Nitq səsi baxımından deyir, tərəflərindəki sözlərin qrammatik məna eyni. Yəni, eyni nitq səsi. Təbii ki, burada biz eyni nitq səsi söhbət gedə bilməz. Deyir ki, mürəkkəb cümlədir, tərəflərdəki sözlərin qrammatik mənaları eynidir. Yəni, nitq səsi baxımından eynidir. Gülmə qonşuna ki, gələr başına. Demək, mürəkkəb cümlədir, təbii ki, tərəflərindəki sözlərin qrammatik mənaları, tərəfin sözlərin qrammatik mənaları eynidir. Gələr başına, başa gəlmək ifadəsi. Demək, gülmə qonşuna, feil və qonşu xeyr, eyni deyil. Baş və buda cümlədən ibarətdir. Təbii ki, baş və buda cümlədən ibarətdir. 2. Baş və buda cümlədən ibarətdir. Tərkiblər ancaq qrammatik əsasdan ibarət. Yəni, mübtəda xəbərdən ibarətdir. Qrammatik əsas, amma gülmə qonşuna kimi burada tamamlıq da var. 3 də yanlışdır. Tərəflərdəki fikirlər qarşılaşdırılır. Qarşılaşdırma ümumiyyətlə burada söhbət getmir. Bağlayıcı vasitə intonasiyadır. Bəli, intonasiyadır. 4 olur. 1, 3 və 4 varmı? 1, 3, 4. 1, 3, 4 yoxdur cavabda. Biz nəyə səhv götürdük? Bir təzədən baxaq zəhmət olmasa. Demək, deyir ki, gülmə qonşuna gələr başına nümunəsi ilə bağlı səhv fikir müəyyən. Bizə səhv fikir lazımdır. Mürəkkəb cümlədir. Tərəflərin sözlərin qrammatik mənaları eynidir. Bu təbii ki, səhvdir. Baş və buda cümlədən ibarətdir. Baş və buda cümlədən ibarətdir. Doğrudur. Tək ancaq qrammatik əsasdan ibarətdir. Yəni, mübtəda xəbər. Bu da yanlışdır. Tərəflərdəki fikirlər qarşılaşdırılır. Belə bir şey yoxdur. Bağladı vasitə intonasiya doğrudur. Sən cavabı 1, 3, 4. 1, 3, 4 yoxdur. Təbii ki, burada yəqin ki, 3, 4-ü verib. Biz 2-ni 1 eləyərik. Çünki burada A variantını verib, amma cavab düzgün, yəni səhvlər yəni 1, 3, 4-dür. 1, 3, 4 sənin cavabınız A variantı. Amma yəni orada 2, 3, 4 verib, yəqin ki, nəsə səhvlik var. Yəni, siz öz fikrinizi mütləq qeyd edərsiniz. Gələk 13-cü suala. Hansı sual cümləsi mürəkkəb cümlədir? Baxaq. Bəs sual cümləsi mürəkkəb cümlə. Bəs siz mənim adımı hardan bilirsiniz? Təbii ki, bu sadə cümlədir. Vətənini atıb yurdunu atan oğula qarşı mən nə cür olmalıyam? Təbii ki, bu da sadə cümlədir. Çünki mürəkkəb cümlədə baş verən hasil ayrı şəxslər tərəfindən idarə olmalıdır. Kimsin, ay oğlan, nə istəyirsən? Bu da sadədir. Mənə deyin görüm, belə bir məsələyə siz özünüzə baxırsınız. Mənə deyin görüm ki,
Belə bir məsələ siz necə bax? Təbii ki, mən burada ki bağlayıcısını da əlavə edə bilərəm. Təbii ki, bu tabeli mürəkkəb cümləca bu debəndi. Ruscanı harada necə öyrənmişsən, burada hər birisi sənə aid olan olduğu üçün bu sadə cümləca bu yollaşdırılmışdı. D variantı. Gələk növbə suala. Hansı cümlə sol cümlə çevirmək mümkün deyil? Baxın. Bir vedrə süd lazımdır. Sual. Əl çəkin bu fars ərəb sözləri dolu qəzəlçilikdə mətiyyətçidən ağalar. Təbii ki, sən heç bir halda bunu sol cümlə çevirənməsin. Çünki bu əmr cümləsidir bu. B variantı. Gənc kənarda oturub kitab oxuyurdu. Meşəbənin üstünə xəzəl yağırdı. Sabah da bir gündür daşlamır da köçməli idi. Bunların hər birisi demək sual cümləsi çevirə bildiyin halda B bəndə sən sual cümləsi çevirə bilməzsən. Cavab yoldaşlar 14-də demək B variantı. 15-ə baxaq. Sual cümləsini yaradan vasitələrdən biri fərqlidir. Bəlkə kazaklar onun yolunu kəsib. Demək, burada intonasiya. Siz Əşrəfin atası deyilsiniz ki, burada ədat. Elə sənin kimləri deyilmi ədat. Məgər ədat, bəs ədat. Hər birisinin ədat olduğu hal A bəndə isə intonasiyadan istifadə olunub. 16. Hansı cümləni həm sol, həm də əmr cümləsi kimi düşünmək olar? Duruş şəxsi məqsədli şəkildə pozulub. Nəticələri niyə yenidən bir nəzərdən keçirdim? Baxın yoldaşlar, bunu sən həm sol, həm də əmr cümləsi düşünə bilərsən. Demək, nəticələri niyə yenidən nəzərdən keçirdim? Təbii ki, sən bunu belə işte sual cümləsi kimi düşünsən, olacaq belə. Baxın, nəticələri niyə yenidən bir nəzərdən keçirdim? Baxın, keçir, leksik şəkilçi, d zaman m-dı şəxs onluğu. Bu sual cümləsi belə olur. Amma sən bunu əmr cümləsi kimi düşünsən, nəticələri keçirdim, kiməsə gedim keçirdim ha. Demək bunu sən kök, bir leksi 2 qramaj kimi düşünə bilərsən. Eyni zamanda keçirtmək feili var da dilimizdə. Gedim kiməsə nəzərdən keçirdim. Əmr var ha. Keçir, keçirt, Bu cür düşünsən əmr cümləsi olur. Bu cür düşünsən sual cümləsi əmələ gələcək. Cavab yoldaşlar A variantı. 17-yə baxaq. Niyyətin hara, mənzilin ora cümləsinin təhlilə bağlı doğru fikri. Həmçinin üzvlər var. Niyyətin hara, mənzilin ora. Təbii ki, burada həmciz üzvlər yoxdur. Çünki niyyətin haradır, mənzilin oradır. Təbii ki, burada biz heç bir halda demək həmciz üzvlər götürə bilmərik. Çünki mənzilin oradır, niyyətin haradırsa, mənzil oradır. Oradır, nə mənzilin haradırsa, nə niyyətin. Təbii ki, burada hərəsinin öz müstəsna xəbəri olduğu üçün biz bunları həmciz üzv deyə bilmərik. Fe'li xəbərdir, qətiyyən xeyr, çünki ora ismi xəbərdir. 2 qrammatik əsası var, çünki 2 sadə cümlədən ibarətdir. Cavab C variantı. Yalnız uzlaşma əlaqəsində istifadə olunur. Xeyr, çünki cümlələr arasında burada tabesizlik əlaqəsini də mən görürüm. Təbii ki, mübtəda xəbər arasında uzlaşma əlaqəsi var öz yerində, amma iki cümlə arasında biz tabesizlik əlaqəsini də görürük. İki müxtəlif nitq hissəsinə aid sözlərdən istifadə olunur. İki müxtəlif nitq hissəsi. Təbii ki, burada baxa görə doğrudan iki müxtəlif nitq hissəsidir. Niyyət isimdir, hara əvəzlikdir, mənzil isimdir, ora zərf. Təbii ki, burada 3 müxtəlif nitq hissəsi var. İsim, əvəzlik və zərf. 2 müxtəlif nitq hissəsi yoxdur. Bu da ya səhvdir, yoldaş cavabı 17-də C variantı. Baxaq 18-ci suala. Sadə cümlənin şəxsə görə növlərin ardıcıllığı müəyyəndir. Yaba ilə dovğa içdik. Təbii ki, söhbət bizdən gedir. Müəyyən şəxsdir. Əvvəl təyam, sonra kəlam. Baxın, əvvəl təyam, sonra kəlam. Təbii ki, burada biz nəyin şahid oluyorlar? Demək, yaba ilə dovğa içdik, biz içdik. Təbii ki, əvvəl təyam, sonra kəlam. Bu da demək adlıq cümlədir. Demək, birinci müəyyən, sonra adlıq. Cavab yoldaş A bəndi. Çünki mütləq birinci müəyyən şəxs cümlə ilə başlamalı. Digərlərinsə o yoxdur. Gələk yoldaş 19-cu suala baxaq. Bir qədər kiçildim, daha rahat şəkildə siz görün. Demək, deyək ki, doğru fikirlə təbii ki, bizə lazımdır. Doğru fikirlə baxaq. Deyək, cümlə məqsədindən növü və növün xüsusiyyətlərə baxaq. Deyək, bəlkə ağa Rəhimin qulağı səsə düşüb. Sual cümləsidir, sual əvəzlikləri və sual ədatlarından başqa digər vasitə ilə bağlanır. Yəni, intonasiya ilə. Bəlkə ağa Kərimin qulağı səsə düşüb. Təbii ki, doğrudur. Çünki burada nə sual əvəzliyi var, nə də sual ədatı var. Təbii ki, bir doğrudur. Gəlin stolun üstünə dərin buludla burada çolpa çıxartması qoydu. Gəlin stolun üstünə dərin buludda çolpa çıxartması qoydu. Nəqli cümlə təbii ki, xəbəri əmr şəklində olmayan başqa fe'l formaları təsdiqli və inkarda işlənir. Qoydu və yaxud da qoymadı. Təbii ki, doğrudur. İntihası qonaq qardaş gərək biraz ləngisin. İntihası qonaq qardaş gərək biraz ləngisin. Əmr cümləsi təbii ki, xəbəri fe'lin yalnız bir şəkildə təsdiq və inkarda olur.
Feilin yalnız bir şəklini təsdiq və inkarında olur. Ləngisin. Gərək biraz ləngisin. Demək, təbii ki, biz bunu da doğru götürəcəyik. Ləngisin əmr cümləsi. Təbii ki, bir təsdiq edən ləngisin, ləngiməsin. Qoy həmişə sülh olsun əmr cümləsi. Əmr ədatlarından da istifadə olunur. Əmr ədatlarından da istifadə olunur. Qoy həmişə sülh olsun. Əmr cümləsidir. Əmr ədatlarından da. Qoy, təbii ki, burada əmr ədatından istifadə olunub. Qoy həmişə sülh olsun. Əmr cümləsi. Əmr ədatlarından da istifadə olunur. Əmr cümləsində əmr ədatları istifadə olunur. Digər bu insana bağışla nida cümləsi. Nidanın köməyi ilə yaranır. Burada ümumiyyətlə digər burada nida cümləsi yoxdur. Qoy həmişə sülh olsun. Təbii ki, bu əmr cümləsi deyil. Çünki burada nida cümləsi. Çünki sonra baxın nida işarəsini biz görürük. Demək 4 də yanır. Demək cavabımız yoldaşda 1, 2 və 3, yəni A variantı. Gələk növbəti suala, 20 suala baxırıq. Deyil nümunələrə əsasən cədvəldəki doğru fikri seçin. Doğru fikirlər təbii ki, lazım bizə. Bax. Cədvəl lazım bizə. Doğru fikirlər. Demək. Deyək ki, xas müharibələrində qılıncla fəth eləyə bilmədiklərini qələmlə fəth eləyirdilər. Görürsənmi necə yox olur saflığın? Həqiqəti gizlətməklə mahirdir bizim bu fatihlər zəmanəsi. Siz gəlməyin, qarışmayın bu qurğuya. Qoy səninlə bərabər onu da məsuliyyətə alaq. Baxaq. Deyək, nümunələrdən ikisinə aid fikirlərdir. Nümunələrdən yalnız birinə aid fikirlə baxaq. Nəqli cümlə. Görək, doğrudan da iki cümlə nəqli cümlədir. Baxın yoldaşlar. Birinciyi nida cümləsidir. İkinci sual cümləsidir. Üçüncü demək ki, nida cümləsidir. Dördüncü təbii ki, nədir? Nəqli cümlədir. Yazaq nəqli. Demək, nəqli cümlədə nümunədə ikisinə aiddir. Xeyr, nümunədə yalnız birinə aiddir nəqli cümlə. O da sonuncuya aiddir. Demək, biz biri demək səhv götürüb, biri ola bilməz bizim cavabda. Təbii ki, bir heç bir bizim cavabda ola bilməz. Biri çıxdığı getdi, bir cavabı çıxırsan gedir. Yüksək tonlu tələffüz ediləcən hiss həyəcan yaradır. Təbii ki, hiss həyəcan yaradan nəqli cümlədən söhbət gedir. Bu da birinciyə və demək üçüncüyə aiddir. 2 doğrudur, yəni 2 cümləyə aiddir. Əmr cümləsi olmaz demək 2 cümləyə aiddir. Təbii ki, burada ümumiyyətlə əmr cümləsinin söhbət getmir. Deyək ki, əmr cümləsidir. Bunlar ikisinə aiddir. İfadə eləyirdilər saflığın zəmanəsi. Əmr cümləsidir. Əmr cümləsi var mı burada? Bunlar ikisinə aid fikirlərdir. Əmr cümləsi yoxdur axı burada. Məsuliyyəti alaq. Qoy, hə, burada var da. Üzr istəyirəm. Əmr cümləsi burada var da. Nəqli cümlə burada, üzr. Sonuncu cümlə əmr cümləsidir. Bu əmr cümləsi görürsən. Bu əmr cümləsidir. Alaq əmr cümləsidir. Əmr cümləsidir. Demək, bilmədiklər qələmlə fəth eləyirdilər. Görürsən necə yox olur saflığın. Həqiqəti gözlətməklə mahirin bizim bu fatihlər zəmanəsi mahirdir. Siz gəlməyin, qarışmayın bu qurğuya. Baxın, burada yoldaş da əmr cümləsi təbii ki. Burada da bir cümlə var. Bu cümlə bayaq görmədim. Təbii ki, 2 əmr cümləsi var. Doğrudur. Demək, 2, 3 doğrudur. Nida cümləsinə çevrilə bilər. Nida cümləsinə çevrilə bilər. Hansı cümlə? Deyir ki, yalnız birinə aid fikirlərdir. Bunların heç birisinin nida cümləsi çevriləmir. Çünki nida cümləsi özü demək birdə və burada var. Bu da nida cümləsidir. Biz nida cümləsi çevrilə bilər. Bu fikri də ümumiyyətlə yanlış kimi götürəcək. Yəni bu aid deyil. İntonasiya sual əvəzlikləri və ədatlarla yaranır. Bu təbii ki, sual cümləsindən söhbət edir. Sual cümləsi yalnız bir yerdə var. O da burada. Təbii ki, 5 də doğrudur. Sual cümləsidir. Birinə aid. Təbii ki, bu da birinə aid olan sual cümləsidir. Cavab olacaq yoldaşlar. Demək, biz 4-ü çıxdıq, yerdə qalır. Birdən 4-ü çıxırsan, yerdə qalanları götürürsən. Elə cavabımız varmı? Var. 2, 3, 5 və 6. Yenə də nəsə qaranti qalsa yazar sıraya bilməsində bir də sualı qaydarıq. Gəlin, birə baxa fikirlər. Deyək ki, yoldaşlar, fikirlərə hansı nümunə aiddir? 3 qrammatik əsasdan ibarət. Yəni 3 sadə cümlədən ibarətdir. Nəqli cümlələrdən ibarətdir. Demək, 3 sadə cümlədən ibarət olsun. Görək yoldaşlar, hansılar 3 sadə cümlədən ibarətdir? Bu il yaxınlıq olduğundan otlar vaxtından əvvəl göyərmiş, yazın ilıq nəfəsi duyandan sonra isə püskürüb qalxıb. Təbii ki, burada demək otlar göyərib, otlar qalxmışdır. Təbii ki, bu sadə cümlədir. Bizə 3 qrammatik əsasdan ibarət mürəkkəb cümlə lazımdır təbii ki. Bu sadə cümlədir. Maşın çoxdan getmiş, toz da çəkilmişdir. Burada 2 cümlə var. Maşın getdi və toz çəkildi. Bizə 3 qrammatik əsası deyil. Gün gələr Ağgöldən balıq qurtarar, çöllərdə turacın qırqovulun səsi kəsilir. Baxın yoldaşlar,
Gələn gündür, demək, qurtaran balıqdır. Kəsilən isə Turazın və Qırqovulun demək səsidir. Turazın Qırqovulun səsi burada bir cümlə. Demək, bir cümlə bu. Balıq göldən qurtardı. 2 gündə gəlmək, 3 cümlə təbii ki burada var. Deyir də baxın, onların da dərd səri var, iş gücləri var. Qoyun dolansınlar da. Onların da dərd səri var, iş gücləri. Baxın, onların demək, onların dərd səri var, onların iş gücləri var. Təbii ki burada baxın yoldaşlar, burada belə bir şey deyim ki sizə, baxın. Deyir ki, onların da dərd səri var, iş gücləri var. Var, nə var? Onların dərd səri, iş gücləri var, nə var? Təbii ki burada iki cümlədir. Qoyun dolansınlar da. Təbii ki biz bunu onların dərd səri var, onların iş gücü var. Bir də qoy yenidən baxımda zəhmət olmasa. Nəsə qarışdırdım. Demək. Deyir onların da dərd səri var, iş gücü var. Onların dərd səri var, onların iş gücü var. Demək, üçüncü tənasüb birləşməsinin onların iş gücü var. Qoyun dolansınlar da. Deyək qaydaq indi. Deyir, xanım xala başına və pencəyin üstündən çiyinlərini saldı qalın yun şalın içində soyuq hiss eləmirdi. Xanım xala hiss eləmirdi. Amma yavaş-yavaş ayaqlarının barmaqları və əlləri donurdu. Amma yavaş-yavaş ayaqlarının barmaqları və əlləri. Ayaqların barmaqları və əlləri bu təbii ki üçüncünün aslı tərəfi. Ayaqların barmaqları və əlləri donur. Donur, nə donurdu? Ayaqların barmaqları, ayaqların əlləri. Hə, biz belə eləyək də. Biz bayaqdan nəyə fikir vermişik, ona bir dənə fikir verək. Bax, biz bayaqdan nəyə fikir vermişik, yoldaşlar. Burada bizim yanlışlığımız nədir? Bir dənə geri qaydaq zəhmət olmasa. Baxın, yoldaşlar. Bizə mürəkkəb cümlə yanaşı eyni zamanda bizə burada nəqli cümlə də deyil. Elə deyilmi? Nəqli cümlə deyil. Qoyun dolansınlar da. Bu əmr cümləsidir. Mən bunu ümumiyyətlə götürə bilmərəm. Elə deyil. Əmr cümləsidir. O gün bizim zamımız C-dir, deyil ha. Aydındır mı? Gün gələr 1, ağ balıq qutarar 2, çöllərdən Turacın qurun səslə bu da 3. Amma burada D-ni niyə görə götürmüşük? Çünki dolansınlar da bu əmr cümlə. Bizə deyir ki, nəqli cümlə olsun. Aydın oldu mu? Ona görə məsələn deyil C-də. Aydın oldu mu? Bax, ona görə cavab olacaq yoldaşlar. C variantı. Aydın oldu mu? Gələk növbə suala. Düzgün fikirlər müəyyən edin. Mürəkkəb cümlənin komponentləri arasında həmişə durğu işarəsi olur. Həmişə durğu işarəsi xeyr. Məsələn, və bağlayıcısına da bağlana bilərdi. O demək deyil ki, durğu işarəsi qoysun. Bir yanlış fikir təbii ki. Birlər çıxıram deyir. Çünki bağlayıcı ilə də bağlana bilər. O demək deyil ki, mütləq durğu işarəsi olsun. Sadə cümlədə iki mübtəda varsa, demək bu mübtədalar həmcinsdir. Təbii ki, Əlif və məsələn Rəsul məktəbə gedirlər. Təbii ki, doğrudur. Mürəkkəb cümlələr bağlayıcıdan əlavə başqa vasitələrlə də bağlana bilər. Təbii ki, bağlayıcıdan əlavə bağlayıcı sözlər var orada. Onlarla da bağlana bilərlər. Təbii ki, doğrudur. Mürəkkəb cümlədə də sadə cümlədəki kimi mübtədaya olmaya bilər. Təbii ki, mürəkkəb cümlədə cümlənin şəxsi növləri var da. Mürəkkəb cümlənin tərəfləri qeyri-mənşəxsi ola bilər, şəxsiz ola bilər. O demək deyil ki, mübtəda olsun, doğrudur. Mürəkkəb cümlədə tabeçilik bağlayıcısı işlənərsə, cümlə tabeç mürəkkəb cümlədir. Təbii ki, biz tabeli mürəkkəb cümlədə də tabeçli bağlayıcı götürə bilərik də. Mən dedim ki, dərsə gəl və evə get. Və var da və tabeçilik bağlayıcı. O demək deyil ki, tabeçli mürəkkəb cümlə. Yəni tabeçilik bağlayıcı tabeli mürəkkəb cümlə tərəflərində işlənə bilər. 5 də yanlış olursa sənin cavabın yollaşdırılacaq. Demək A variant 2 3 4. Girmiş sabaha. Altına çəkilmiş söz hansı sözlərlə əvəzlənsə, sadə cümlə alınar, vergidən istifadə edilməz. Uşaqları oxutsa, gələcəyimizi rifaha çat. Baxın, oxusa yoldaşlar təbii ki, oxusa təsriflənən feildir. Sən təsriflənən feillərə çıx, oxudun, ayıldın, sonra savadlandıracaq. Təbii ki, bunları bu sonra məsələn tərbiyələndirəcəksənsə, bunun çıxanı söz nə qalır? Feilin təsriflənməyən formalı. Oxutmaqla və öyrədirik, tərbiyələndirəcəksə, sonra öyrədəriksə, oxudun. Demək biz burada təbii ki, belə bunları çıxaq da, belə oxutsaq, bizə nə deyir ki, altına çəkilmiş söz hansı sözlərlə əvəzlənsə, sadə cümlə alınar, vergidən istifadə olmaz. Yəni, oxutsaq özü, demək, təsriflənən feildir. Aydın mı? Təsriflənən feildirsə əgər, demək, təsriflənən feildirsə əgər, mən təsriflənən feilləri yerindən qoysam nə dəyişəcək ki? Oxudun. Tərbiyələndirəcəksə, ayıldın, öyrədəriksə, təbii ki, burada savadlandıraraq feili bağlamadır, oxumaqlı məstərdir. 1 və demək 5-dən istifadə edə bilərsin. Gələk yoldaşı 24-cü sualı, görək 24-cü sualı bizdən nə istəyir elə? Bu tərəfdə yox deyərsə, hə. Deyək, cədvəldə əmr cümləsi ilə bağlı uyğun fikri müəyyən. Doğrudur, yanlışdır.
Xəbəri feilin əmr formasında olur, təbii ki. Sabah dərsə gəl, oxu və s. təbii ki. Əmr cümləsində olur. Xəbər yalnız insanlar əhatə edir, səhvdir. Çünki deyirəm məsələn, ağaclar yıxılsın. İnsan deyil ki, cansız da ola bilər, canlı da, iki yanlışdır. Hərəkətdə münasibəti arzu, istek, nəsihət və s. çalarlarda da ifadə edir. Təbii ki, feilin əmr şəkli, əmr arzu, nəsihət, məsləhət də bildirir. Yanlışa baxaq. Əmr şəklində feil işlənən cümlə mütləq əmr cümləsi olur. Xeyr, məsələn bu nida cümləsi də ola bilər, sual cümləsi də ola bilər. Sabah dərsə gələk, sual cümləsidir, təbii ki, yanlış. Arzu olunanı yerinə yetirməli olan şəxs həmişə cümlədə iştirak edir. Həmişə cümlədə iştirak edir. Belə bir fakt yoxdur ki, yəni əmr cümləsi mütləq müəyyən şəxsli olmalıdır. Belə bir fikir yoxdur. Təsdiq inkarda ola bilər, bəli. Sabah dərsə gəlsin, sabah dərsə gəlməsin. Aydın olurmu? Ola. Belə demək doğrunun altında doğru 1, 3, yanlışın altında yanlış isə 4, 5. Yəni bizim cavabımız olacaq 1, 3 və 4 və 5. Aydın olurmu? Gələk növbəti suala. Əmr cümlələri müəyyən edin. Təbii ki, birinci nida cümləsidir. Sonra başqa var mı nida cümləsi? Biri çıxdı nida cümləsi. 4 biri getdi. Bir nida cümləsi, 4 sual cümləsidir. Sən 1-dən 4-ü çıxan, avtomatik sənin cavabın çıxacaq da. Gərək bizim atlarımız o yarışda birinci olsun. Kaş gərək, baxın yoldaşlar, kaş gərək təki barə demək olsun. Bu səni demək aruz şəklində o çaşdırma. Çünki olsun sözündə sən aruz şəkilçisini görmürsən. Ona görə bu əmr cümləsi 2. Naqanı çıxart, məni alnına özün vur. 3. Qoy bundan sonra ömrümüz də Dağıstanda keçsin. Bu da 5, 2, 3, 5 demək düzgün sənin cavabın 2, 3 və 5. Gələk 26-cı suala. Hansı sual cümlələri söz cümlələ cavab verilmişdir? Baxın yoldaşlar. Söz cümlə deməkdir? Köməkçi nitq hissələri ilə ifadə olsun. Yəni orada cümlə üzvləri olmasın. Kimdir o? Nədir o? Ana, ana. Təbii ki, bura qədər olsaydı, ana, ana, artıq cavab var. Plus da burada o adın qarşısında bir qul tək. Təbii ki, burada sənə köməkçi nitq hissəsindən cavab vermir. Yəni söz cümlə o demək ki, yoldaşlar, sən orada köməkçi nitq hissəsi ilə sənə cavab verəcək. Təsdiq və inkar ədatları ola bilər, modal söz ola bilər, nida ola bilər və s. Demək, heç bir halda sənin cavabında ola bilməz. Nənə onu kim yazıbdır? Nə bilim, sənin kim bir oğlan. Burada təbii ki, cümlə üzvləri var. Dəstəndə təzə adam varmı? Var. Təbii ki, var burada. Biz görürük ki, var üzvlənən demək, var. Suala cavab verməyən cümlə. Dəstəndə təzə adam varmı? Var. Təbii ki, suala cavab verməyən demək, cümlə üzvüdür. Amma biz belə deyək də, biz bunu söz cümlə kimi götürə bilərikmi? Söz cümlə kimi götürə bilərik. Digərlə qaydaq. Sən haradasın? Akişə, buradayım, gəlirəm indi. Bu təbii ki, gəlirəm indi əsas nitq hissəsidir. Öldüyü neçə ildir? 11-ci tamamlayır, xeyr. Knyaz hələ gəzməkdən qayıtmayıb, xeyr. Təbii ki, burada 6-nı götürəcəksiniz. 5-i götürür, 3-ü götürmürük. Cavabın olacaq 6. Niyə görə yoldaşlar? Belə deyim də, deyir dəstində təzə adam varmı? Var. Sən buna heç bir söz cümlə deyə bilməzsin. Çünki bu suala cavab verməsin cümlə üzvüdür. Bu xəbərdir. Sənin söz cümlə üzvü olmayan sözlərdir. Aydın oldu mu? Sən 3-ü götürə bilməzsən. Sənin cavabın yoldaşlar yalnız 6. Aydın oldu mu? Belə. 27-də baxaq, uyğunluğu müəyyən edelim. Komponentlərə intonasiya ilə əlaqələndirilmiş tabeli mürəkkəb cümlə, komponentlərə intonasiya ilə əlaqələndirilmiş tabesi mürəkkəb cümlə. Məqsəd budur qalib. Məqsəd budur ki, bu tabeli mürəkkəb cümlədir və intonasiya ilə əlaqələnir. Birə yazıram yoldaşlar, A-nı yazıram birə. Məqsəd budur yazdım. Elə danış ki, təbii ki, bu da tabeli mürəkkəb cümlədə yazdım. Gəldi, görüşdük. O gəldi, biz görüşdük. Təbii ki, tabeysizdir. Gəldilər, danışdılar, tam aydınlaşdırdılar. Bu sadə cümlədir. Hər birisi bir şəxsə aiddir. Onlar gəldi, onlar danışdı, onlar aydınlaşdırdı. Görüşdüyümüzü bilsələr sevinəcəklər. Demək, görüşdüyüm bilsələr sevinəcəklər. Təbii ki, bu da görüşdüyümüzü bilsələr sasə ilə bağlanıb burada. Sevinəcəklər. Təbii ki, burada intonasiya yoxdur. Eyni də sildim. Cavab oldu yoldaşlar. 1-də demək AB, 2-də C. Belə dəyərli yoldaşlar, diqqətinizə görə təşəkkür edirəm. İnşallah növbəti bir video izahda görüşəcək. Minnətdaram.